Herkese salam. Bugün bu videoda mən sizə 2025-ci il DİM toplusunda olan mövzulardan litasiya tavalары, platforma geosinkronlar, zəlzələ, vulkan mövzusunda olan sualların izahını verəcəm. Keçid edək izahımıza. Birinci sualda deyir, zəlzələnin epicentri nədir? Zəlzələnin bir var hipocentri, bir var epicentri. Zəlzələnin ocağı epicentrdir, yer səthinə proyeksiyası zəlzələnin epicentridir. Yəni təkanların ən güclü müşahidə olunduğu yerdir. Cavab Y bəndidir. 2. 4 yarımkürədə yerləşən tavalar. Afrika, Sakit Okean. Elə cavab A bəndidir. 4 yarımkürədə yerləşir. Yəni həm ekvator kəsir, həm də Afrikanı həm Qrinviç xətti kəsir. Sakit Okeanı isə 180 dərəcəlik meridian kəsir. Ona görə 4 dənə yarımkürəyə düşür. Şimali Amerika 2 yarımkürədədir. Antarktida 3 yarımkürədədir. Cənubi Amerika 3 yarımkürədədir. Antarktida yenə 3 yarımkürədədir. Üçüncü sual. Cənub yarımkürəsində yerləşən vulkanlar. Fudziyama Yaponiyadadır, şimal yarımkürəsindədir. Hekla vulkanı, Hekla Bardarbunga, Eyfjallay Kudul İslandiyadadır. Etna Siciliya adasındadır, şimal yarımkürəsindədir. Cotopaxi Chimborazo cənubdadır, Kilimanjaro Afrikada cənub yarımkürəsindədir. Erebus Antarktidada cənub yarımkürəsindədir. Cavab C-dir. Yenə burada Vezuvi İtaliyada şimal yarımkürəsindədir. Etna da şimaldadır, Fudziyama Yaponiyada şimaldadır. Getdi. Dördüncü sual. Cavan platformalar. 3 dənə əsas cavan platformaları var. Bunları yadda saxlamalıyıq. Qərbi Sibir, Ön Qafqaz, Turan. Cavan platformalardır. Bu növrəsi paleozoyda qoyulub. Şimal yarımkürəsində yerləşən vulkanlar. 5-ci sual. Fudziyama Yaponiyada şimal yarımkürəsindədir. Kilimanjaro amma cənub yarımkürəsindədir. Getdi. Kamerun Krakatau İndoneziyada, Erebus cənub yarımkürəsindədir. Getdi. Etna şimalda, Kilimanjaro getdi. Krakatau, Hekla şimalda, Erebus getdi. Antarktidada da cənubdadır. Vezuvi İtaliyada, Hekla İslandiyada, Fudziyama Yaponiyada hər üçü şimal yarımkürəsində yerləşən vulkanlardır. Cavab Y bəndi. 6-cı sual. Zəlzələlər yer qabığının hansı sahələrində daha çox baş verir? Zəlzələlər ən çox baş verir seismik ərazilərdə, geosinkronal yerlərdə, yəni cavan dağlarda. Litasiya tavalarının mərkəzində xeyr, tavalarının sərhədində baş verir. Akkumulyativ düzənliklərdə, ovalıqlarda xeyr, qədim dağlarda xeyr, tektonik hərəkətlər zəifdir, qədim platforma xeyr, yer səthinin sabit, mütəhərrik olmayan sahələrdir. 7-ci sual. Seismik qurşaqların müvafiq gəldiyi sahələr. Seismik ərazilər litasiya tavalarının sərhədidir. Qədim platforma xeyr, tavalarının sərhədi, bəli. Tavalarının toqquşma və ayrılma zonaları. Divergent və konvergent zonalar seismik ərazilərdir. 8-ci sual. Qədim platformalarda filiz faydalı qazıntıların olması niyə olur? Çünki qədim platformalarda kristalik bünövrə yer səthinə yaxın yerləşir. Cavab A bəndidir. Bu bir qanundur, qaydadır. 9-cu sual. Platformaya aid olan əlamətlər. Platformalar yer səthinin sabit ərazilərdir. Çökmə süxurlar örtülü olan sahələrdir. Kaynoza erasında yaranıb, xeyr. Hündür dağlıq relyef üstünü təşkil edir, xeyr. Səthi əsasən çökmə süxurlar, bəli. Cavab C-dir. Zəlzələlər tez-tez baş verir, xeyr. Platformalar yer səthinin sabit əraziləri olduğuna görə zəlzələlər burada zəif olur. Güclü vulkan püskürmələri də xeyr. Zəlzələ yoxdursa, vulkan yoxdursa, yəni tektonik hərəkətlər baş vermirsə heç biri olmur. 10-cu sual. Yer kürəsinin fəal zonaları. Sibir getdi. Şərqi Çin düzənliyi getdi. Ural dağları qədimdir getdi. Cənubi Afrika getdi, Hindqanq ovalığı getdi. Burada da Amazon ovalı Kap dağları qədim dağlardır, platformalardır. Cavab D bəndidir. Alp, Himalay, Sakit Okean odlu qövsü, bəli, seismik qurşaqlardır. 11-ci sual. Geosinkronal adlanır. Yer qabığının cavan əraziləri, seismik bölgələri, mütəhərrik olan sahələri, sabit deyil, çökmə süxurlarla ölçülü olmayan, xeyr, platformaların qalxan hissələri, xeyr, cavan mütəhərrik sahələri, bəli, cavab D bəndidir. Sabit də deyil, hərəkətli sahələrdir. Qalxan sipər nədir? Kristalik bünövrənin səthə çıxdığı yer qalxan sipərdir. Ümumiyyətlə, platforma 2 hissədən ibarətdir. Platforma örtü və kristalik bünövrə. Kristalik bünövrə yer səthinə çıxanda, o yer səthinə çıxan yerlər qalxan sipər adlanır və oradan filiz mənşəli faydalı qazıntılar çıxardırlar. Cavab B bəndidir. 13-cü sual. Krater adlanır. Krater nədir? Vulkanın zirvədəki qıf şəkilli çökəkliyidir. Krater formaları kaldera ən böyük krater formasıdır. Bir də mar var. Krater formalarıdır.
zirvədəki qıf şəkilli çökəklik, yəni yer səthinə çıxanda özünə çökəkliyi formalaşdırır bu kraterdə. 14. Vulkanizm. Vulkanizm nədir? Püskürmə ya da çökəkli vulkan püskürür. Magmanın püskürərək D bəndi. Yer səthinə çıxması vulkanizm prosesidir. Palçıq vulkanları ən çox harda olur? Məsələn, bizim ölkəmizdə, neftli qazlı sahələrdə. Cavab D-dir. Palçıq vulkan olmaq üçün bir ərazi seismik olmalıdır və neftli qazlı sahə olmalıdır. Tavaların sərhədində yaranır. 16-cı sual. Tavaların sərhədində qədim yaylalar yarana bilməz. Tavaların sərhədində şahid dağlar, xeyr, şahid dağlar qədim dağlardır, aşınmaya məruz qalan dağlardır. Qədim dağlar yenə getdi, abissal düzənliklər də xeyr, okean dibinin düzən hissələri də abissal düzənliklər. Burada cavab B bəndidir. Qırışıq dağlar, okean çökəklikləri, novlar, bəli, tavaların sərhədində yaranır. 17. Paleotektonik, yəni qədim ərazilər. Qədim ərazilər. Burada Nepal, qədim, yəni seismik hadisələrin baş vermədiyi yerlər. Nepal Alp Himalay qurşağına düşür, seismik bölgədir. Getdi. İtaliya Alp Himalaya düşür, seismik bölgədir, getdi. İran seismik ərazidir. Yeni Zelandiya seismikdir, Meksika seismikdir. Burada cavab A bəndidir. Norveç Avropanın şimal hissəsi, Avstraliya bütövlükdə platformadır. İrlandiya, Avropanın şimalı, Belçika paleotektonik ərazilərdir. Yəni seismik hərəkətlərin baş vermədiyi yerlərdir. Platformalara aid olan əlamətlər platforma yer səthinin sabit, hərəkətsiz, kristalik bünövrəyə malik olan sahələrdir, çökmə süxurlar. Vulkan püskürmələri xeyr, hündür dağlıq xeyr, kaynozorda xeyr, zəlzələ tez-tez xeyr, G bəndi. 19. Platformanın əsas əlamətləri odur ki, platforma 2 hissədən ibarətdir. Kristalik bünövrə və platforma örtüyü qat, bəli. Cavan platforma var, bir də qədim platforma var. Cavab A bəndidir. Qədim platformalara aid olan əlamət. Kristalik bünövrələri mezozoy erasında yaranmışdı. Qədim platformanın kristalik bünövrəsi mezozoyda yaranmayıb. Bir getdi, səhv fikirdir. Səthində əsasən düzənliklər formalaşır, bəli, ola bilər. Filiz faydalı qazıntılar səthə yaxın yerləşir. Filiz faydalı qazıntılar, bəli, qədim platformalarda səthə yaxın yerləşir. Fəal seismik qurşaqda yerləşirlər, xeyr, fəal seismik bölgələr deyil. Platformalar sabit ərazilərdir. Kristalik bünövrə çökmə süxur örtüyündən ibarətdir. Bu fikir də doğrudur. Maqmatik süxurlar çökmə süxurun üzərində yerləşir. Xeyr, bu fikir də səhvdir. Maqmatik süxur daha altda olur. Cavab Y bəndidir. 21. Qədim platformalarda filiz faydalı qazıntıların çox olmasının səbəbi, yəni kristalik bünövrə çünki səthə yaxın yerləşir ona görə. 22-ci sual. Seismik hadisələr hansı sahələrdə daha fəaldır? Seismik proseslər tavaların sərhədində olur. Mərkəzində olmur. Şərqi Avropa, Avstraliya, mərkəzi düzənliklərdə vulkanların olmamasının səbəbi. 23-cü sual. Nəyə görə bu ərazilərdə vulkan yoxdur? Çünki platforma ərazilərdir. Platformadır, qədim platforma sahələrdir. Platformada zəlzələ vulkan olmur. 24-cü sual. Vulkan püskürmələrinə yer qabının hansı hissəsində rast gəlinmir? Yenə platformalar, qədim hissələrdə, paleotektonik ərazilərdə vulkan püskürmələri olmur. Adalar qövsü olmaz. Tavaların sərhədidirsə burada tektonik hərəkətlər olur. Rift dərələri divergent zonadadır. Cavan dağlar ola bilər. Konvergentdə də yenə tavaların sərhədində mütləq şəkildə seismik hadisələr olur. Cavab B bəndidir. 25. Vulkanik mənşəli İslandiya adasını Kuril adasına fərqləndirən cəhət. İslandiya çünki divergentdə yerləşir. Tavalarının ayrılmasından Atlantik okeanındadır. Ən böyük vulkanik adalardan biridir. Bir də Kuril adaları isə tavalarının konvergentindədir. Fərqləndirən, bəli, biri toqquşmadadır, biri ayrılmada. Xeyr, İslandiya divergentdədir, toqquşmada deyil, uzaqlaşma zonası, bəli, cavab C-dir. 26. Quruda və okeanın dibində sıra dağların əmələ gəlməsinin əsas səbəbi nədir? Tavalarının hərəkəti. Suda dağlar o zaman yaranır ki, tavalar ayrılır, yəni divergent zonadır. Quruda dağlar o zaman yaranır ki, tavalar toqquşur, yəni konvergent zonadır. Cavab C bəndidir. Sxemdə verilən qırışıq formalarını müəyyən edin. Əyilmələr boyunca qalxan hissələr antiklinal, enən hissələr sinklinal. Antiklinal ərazilər uyğun gəlir platolara, hündür yaylalara, yüksəkliklərə, dağlara. Sinklinal isə uyğun gəlir ovalıqlara, çökək sahələrə. Cavab B-dir.
28. Rəqəmlərin müvafiq olaraq nə əks olunub? 1, 2. 1 zəlzələnin ocağıdır, hiposentridir. 2 onun yer səthinə proyeksiyası, təkanların ən çox müşahidə olunduğu yerlər zəlzələnin episentridir. Cavab A bəndi. Süxur laylarının yatın forması hansı ərazidə daha çox yayılmışdır? Qırılmalar boyunca çökən hissələr qrabendir. Qrabenlər də ən çox yayılıb, Horslar qrabenlər Şərqi Afrika sınma zonasında. Burada cavab A bəndidir. 30. Zəlzələ və vulkanların baş verməsi ehtimalı çox olan yarımadalar. Zəlzələ vulkanların baş vermə ehtimalı çox olması üçün bura tavaların sərhədi olmalıdır. İrlandiya tavalarının sərhədində yerləşmir. Florida, Kola getdi. Madagaskar getdi. Kamçatka, Yava, Yeni Zelandiya. Bəli, cavab D ola bilər. Tavaların konvergent zonasıdır. Seysmik hadisələr baş verir. 31. Sakit Okean odlu halqasına yerləşən vulkanlar. Hekla. Hekla vulkanı Sakit Okean odlu qövsündə deyil. Tavaların divergent zonasındadır. Ruapexu Yeni Zelandiyadadır, Sakit Okean odlu qövsündə, amma yenə Hekla getdi. Klitschopka Kamçatkadadır, Fudziyama Yaponiyada, bəli, Sakit Okean odlu qövsündədir. Vezuv İtaliyada, Alp Himalaydadır. Kilimanjaro Afrikadadır, getdi. 32. Avrasiya materiki hansı iri platformalardan ibarətdir? Kamçatka platforma deyil. Himalay platforma deyil. Qafqaz platforma deyil. Alp Himalay platforma deyil. Avrasiyanın platformaları Sibir, Şərqi Avropa, Ərəbistan ən böyük platformaları. Seysmik qurşaqda yerləşən dağlıq yaylalar. Braziliya seysmik deyil, platformadır. Mərkəzi düzənliklər platformadır. Dekan yaylası Hindistan ərazisi platformadır. Sibir platformadır. Ərəbistan, Hindistan ümumiyyətlə platformadır. Cavab olur Meksika, İran, Anadolu yaylaları. Seysmik qurşaqda yerləşən ərazilərdir. Sxemdə tavaların hansı vəziyyəti təsvir olunub? Burada 2 dənə quru toqquşur. Konvergent zonadır. Materik tavalarının toqquşmasıdır. Sxemdə yenə tavaların hansı vəziyyəti? Burada gömülmə prosesidir. Yenə konvergent zonadır. Ancaq subduksiya. Okean tavası materikin altına gömülür. Cavab Y bəndidir. Okeanla materikin toqquşması. 36. Braziliya və Gviyana yayları tektonik cəhətdən uyğun gəldiyi ərazilər. Braziliya, Gviyana hər ikisi platformadır və yayla olduğu üçün platformanın qalxan hissələrdir. Yəni antiklinaldır. Okean və materik tipli yer qabığının oxşar cəhətləri. Fərqli cəhətini onu deyə bilərəm ki, qranit qatı yoxdur. Okean və materik tipli yer qabığının hər ikisi kaynozoidda formalaşıb. Xeyr, bu fikir oxşar deyil. Hər ikisində çökmə sıxur qatı mövcuddur. Bəli. Hər ikisində çökmə var, qranit yoxdur. Sadəcə qranit okeanda yoxdur, materikdə var. Hər ikisi seysmik cəhətdən sabitdir. Xeyr, seysmik cəhətdən sabit deyirlər. Hər ikisi bazalt qatı üzərində yerləşib. Bəli, 2 ilə 4. 38. Okean və materik tipli yer qabığının fərqli cəhətləri. Okean və materik tipli yer qabığının fərqli cəhətləri. Nazca tavasının əsasını təşkil edir. Bəli. Nazca tavası okean tipli tavadır. Materik tipli yer qabıqlarının fərqli cəhəti. Nazca okean tipli tavadır. Fərqli cəhətdir. Çökmə sıxur layı ilə örtülmüşdür. Xeyr, bu fikir aid deyil. Qranit qata malikdir. Okean tipli tavalarda qranit qatı olmur. Bazalt qatı mövcuddur. Bazalt qatı həm okeanda var, həm də materikdə var. Cavab olur 1-3. Düzgün olmayan ifadə. Daş kömür, neft, gil çökmə mənşəlidir. Bəli, daş kömür üzvü, neft üzvü, gildə qırıntı mənşəli çökmə sıxurdur. Doğru fikirdir. Zəlzələ vulkan tektonik qalxmaları əsasən tavaların sərhədində bəli, doğrudur. Mis, qızıl, dəmir, filiz maqmatik mənşəli düzdür. Kür, Araz, Kolxida, Padan geosinklinalda bəli, bu üç düzənlik geosinklinalda yerləşən ovalıqlardır. Torf, Yanaşis, xörək duzu, qranit maqmatik mənşəli süxurlardır. Xeyr. Yanaşis, torf üzvü mənşəli çökmədir, xörək duzu da kimyəvi mənşəli çökmədir. Cavab Y-dir, səhvdir bu. 40-cı sual. Cavan platformalar üzərində yerləşən böyük düzənliklər. Cavan platforma 3 dənədir. Qərbi Sibir, Ön Qafqaz, Turan. C bəndi. 41. Tavaların qədim sahələrinə uyğun gələn relyef formaları. Qədim yerlərdə qırışıq dağlar olmaz. Qədim yerlərdə rift dərələri olmaz. Bunlar tavaların divergent zonasıdır. Okean çökəklərdə həmçinin. Materik yamacı.
Okean yatağı, abissal düzənliklər, qədim sahələr deyil, sıra dağlar da deyil. Cavab geniş düzənliklər, şahid dağlar, bəli, tavaların qədim ərazilərində olur. Geyzerlərin yayılmadığı ərazilər. Yəni tavaların sərhədində olmayan yerləri götürəcəyik, platformalar. İndoneziyada geyzerlər var, İslandiyada var, Yaponiyada var, İtaliyada, Meksikada var. Cavab burada C bəndidir. Avstraliya, Braziliya, Belarus. Yəni seismik olmayan bölgələr. Sahələri tədricən kiçilən okeanlar. Tavaların hərəkəti nəticəsində 2 dənə okean sahəsi böyüyürdü, ikisinin kiçilirdi. Böyüyən Hind ilə Atlantik okeanda, kiçilənlər Şimal buzlu ilə Sakit okeandır. İndi kiçilənləri bizdən soruşur. Sakit və Şimal buzlu. Cavab 1, 4. C bəndi. 44. Uyğun bəndləri müəyyən edən Afrika tavası və Cənubi Amerika tavasının müqayisəsini bizdən istəyir. 4 yarımkürədə yerləşən Afrika tavasıdır. Qərb hissəsi okean tipli litosfer tavası ilə toqquşmada yerləşən, qərbi toqquşmada olan Cənubi Amerika tavasıdır. Naska ilə toqquşur, Ant dağları yaranır. Atlantik okeanın genişlənməsində iştirak edən hər ikisidir. Afrika, Cənubi Amerika bir-birindən ayrılır. Bunun nəticəsində, divergent sərhəd nəticəsində Atlantik okeanı sahəsi böyüyür. Gondvananın tərkibində olmuşdu hər ikisi. Gondvana qurusunun tərkibində olub 3-dən 4 oxşara gedir. Şərqində tektonik çat yerləşir. Afrika tektonik sınma zonası. Ətrafında okean tipli kiçik tavalar mövcuddur. Bəli, Kokos, Naska, Filippin, Cənubi Amerikanın ətrafındadır. 1, 5, 2, 6, 3, 4. Cavab C bəndidir. 45-ci sual. Eyler-Win diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Sakit okeanın şərqi ilə qərbinin müqayisəsini istəyir bizdən. Bir də deyir, yüksək seismiklik, aktiv vulkanizm. Hər ikisi yüksək seismikliyə malik bölgədir. Yəni tavaların sərhədində yerləşən ərazilərdir. Subduksiya zonası. Həm Sakit okeanın şərqi subduksiyadır. Cənubi Amerika ilə toqquşur, Şimali Cənubi Amerika ilə Ant dağları, Kordilyer dağlarının yaranmasında iştirak edir. Həm də qərb hissəsi subduksiya zonasıdır. İki də oxşar xüsusiyyətdir. Sıra dağlar tam zolaq şəklində uzanır. Sıra dağların zolaq şəklində uzandığı Sakit okeanının şərq hissəsidir. 3 gedir 1-ə. Çoxsaylı adalar qövsü Sakit okeanının qərbində yaranıb. Kuril, Aleut, Kuril, Yapon, Rüke adaları, Filippin, İndoneziyanın Zond adaları tavaların konvergent subduksiya zonasındadır. Ona görə gedir qərb hissəsinə. Dünyanın ən dərin çökəkliyi Marianovu subduksiyadadır və Sakit okeanının qərb hissəsidir. Naska, Kokos kimi tavalar bu isə Sakit okeanının şərq hissəsindədir. Cənubi Amerikanın ətrafındadır. 1-ə 3, 6, 2-yə 4, 5, 3-ə də 1, 2. Cavab B bəndidir. 46-cı sual. Eyler-Win diaqramına əsasən yenə bizdən müqayisə istəyir. Orta okean dağ silsiləsi ilə Alp-Himalay qurşağı. Biri divergentdədir. Okeanda olan dağlar divergentdədir. Quruda olan dağlar isə konvergentdədir. Amma hər ikisi seismik ərazidir. Baxaq. Materik tavalarının toqquşma zonasında yerləşən Alp-Himalay qurşağıdır. Seismik cəhətdən fəal zona hər ikisi. Tavaların sərhədi isə seismikdir. Nəhəng morfostruktur relief hər ikisi nəhəngdir. Biri Atlantik okeanının ortasındadır, biri isə qərbdən şərqə başlanğıcı Afrikanın şimalında Atlas dağlarından başlayır, şərqə doğru böyük bir sahədə uzanır. Nəhəngdir yəni. Tavaların divergent zonası əlbəttə ki, orta okean silsilələrdir. Bəzən su səthinə çıxıb vulkanik adaları əmələ gətirən orta okean silsilələrdir. Məsələn, İslandiya, Azor, Müqəddəs Yelena, Pasxa, Vozneseniya divergent sərhəddə yerləşən adalardır. Denudasiyaya daha çox məruz qalan isə Alp-Himalaydır. 1-ə 4, 5, 2-yə 1, 6, 3-ə də 2, 3. Y bəndi. Eyler-Win diaqramına əsasən yenə platforma ilə geosinkronalı bizdən istəyir. Platforma yer səthinin sabit sahələrdə, geosinkronal aktiv fəaliyyətdə olan hissələrdir. Tavaların sərhədində yerləşən geosinkronaldır. Tavaların mərkəzində yerləşən platformadır. Süxurların üfüqi yatın forması daha geniş yayılan platformadır. Cavan dağlıq ərazilər novlar, geosinkronaldır. Qalxma enmələr baş verir. Hər ikisində. 2, 3, 1, 4, 2, 3, 1, 4, 5. Cavab A bəndidir. Xəritə sxeması əsasən vulkanlarla bağlı uyğunluğu müəyyən edin. Burada İtaliyadır. A. Siciliya adasında olan Etna vulkanıdır. B. İtaliyada olan Vezuvi vulkanıdır. C də İslandiyada olan Hekla vulkanı. Deməli A
Etna, B. Vezuvi, C də Hekla. Etna, Vezuvi, Hekla. A. 3, 3'ə A. Vezuvi 2'ə, bir də Hekla. Cavab Y bəndidir. Himalay dağları əmələ gəlib tavaların konvergentində, tavaların toqquşmasına, yəni Avrasiya ilə Hind-Avstraliya tavaların konvergens zonasında əmələ gəlib. Cavab B bəndidir. Fəaliyyətdə olan vulkanların ən çox yayıldığı ərazilər. Sibir çıxdı A-da. Viktoriya səhrası getdi, Böyük səhra getdi. Böyük Qafqazda da ümumiyyətlə sönmüş vulkanlarda aktiv fəaliyyətdə olan vulkan yoxdur. Daha sonra burada Braziliya yaylası getdi. Asiyanın sakit okean sahilləri, bəli, Cənubi Avropa, İtaliyada olan vulkanlar. Bir də Ant dağlarında vulkanlar. Cavab Y bəndidir. Fəaliyyətdə olan vulkanlar çoxdur. Fəaliyyətdə olan vulkanların mövcud olmadığı ərazilər. Ural dağları qədim dağlardır, fəaliyyətdə olan vulkan yoxdur. Böyük səhrada fəaliyyətdə olan vulkan yoxdur. Ant dağlarında var, üçləri çıxaq. Zond adalarında var. Mərkəzi Amerikada var, amma Avstraliyada fəaliyyətdə olan vulkanlar yoxdur. Cavab 1, 2, 6. C bəndi. Qövsvari adalar harada əmələ gəlir? Sakit okeanın qərb hissəsində, Avrasiya ilə Sakit okeanın toqquşma konvergent subduksiya zonasında əmələ gəlir. Materik və okeanın bir-biri ilə toqquşması nəticəsində uzaqlaşma yox, okeanların toqquşması yox, materik və okeanın toqquşması. Cavab B-dir. Orta okean dağ silsilələrinin yaranma səbəbi. Okeanda olan dağlar nədən yaranır? Divergentdən, yəni tavaların bir-birindən ayrılmasından yaranır. Materik və okean tipli tavaların toqquşması xeyir, materik tipli tavaların toqquşma xeyir, tavaların uzaqlaşmasından, bəli. Cavab D bəndidir. 54. Müasir geoloji dövrdə sakit okean sahəsinin kiçilməsinin səbəbi odur ki, tavaların hərəkəti, litosfer tavaların, həm də sakit okean qədim okeandır. Materik tipli tavaların sakit okeanla toqquşmasıdır. Bir-biri ilə toqquşma. Avrasiya, Şimali Amerika yox. Bunlar toqquşmurlar, ayrılırlar. Antarktida, Şimal buzlu xeyir. Materik tipli tavaların sakit okeanla toqquşması. Cavab D bəndidir. Mənşəyinə görə Avrasiya materik üçün yad olan quru sahələri Ərəbistandan Hindistandır. Bunlar əslində Gondvananın tərkibindədir. Lakin sonradan gedib Avrasiyaya birləşiblər. Cavab 5, 6-dır. A bəndi. Zəlzələlərin demək olar ki, baş vermədiyi yerlər. Zəlzələlərin baş vermədiyi İran yaylasında zəlzələlər olur. Avropanın şərq hissəsində zəlzələlər olmur. Olanları çıxaq. Qərbi Sibir, Braziliya, Avstraliya. Bəli, bunlar platformada zəlzələ baş vermir. Burada İslandiya çıxır. Burada Atlas dağları, Cavan dağları baş verir zəlzələ. Plus da Şərqi Afrika sınma zonası var. Tavaların sərhədidir. Olur və Avropanın cənubunda seismikdə Alp Himalayda zəlzələ olur. Cavab B bəndidir. 57. Yer qabının qanuna uyğunluqlarından birinə müvafiq olan fikrini müəyyən edin. Meyilli çox olan dağlarda torpaq əmələ gəlmə intensiv gedir. Xeyr. Bu fikir yanlışdır. Geniş düzənliklər tavaların sərhədində deyil, mərkəzindədir. Sahəsi böyük olan göllər denudasiyon düzənliklərdə geniş yayılmışdır. Xeyr, belə bir qanuna uyğunluq da yoxdur. Qırışıq dağlar tavaların sərhədindədir, bəli. Bu fikir doğrudur. Cavan dağlarda seismik hadisələri zəif deyil, güclü baş verir. 58. Yer qabının qanuna uyğunluqlarından birinə yenə müvafiq olan fikrini müəyyən edin. Geniş düzənliklər platformalara uyğun gəlir. Elə cavab A-dır. Cavan dağlar platforma deyil, geosinkronaldır. Düzənliklər tavaların sərhədində deyil, mərkəzindədir. Torpaq əmələ gəlmə meyilliyi çox olan rayonlarda sürətli deyil, zəif gedir. Qədim dağlar tavaların sərhədində yerləşmir, mərkəzində yerləşir. 59. Tavaların konvergent sərhədində yerləşən fəaliyyətdə olan vulkanlar. Deməli, konvergent deyirsə biz Hekla, Bardarbunga, Eyjafjallajökull dolu İslandiyada olan vulkanları çıxırıq və fəaliyyətdə olan deyirsə sönmüşləri çıxırıq. Kazbek sönmüş vulkandır, Erebus sönmüş vulkandır. Kazbek getdi, Erebus getdi. Konvergent sərhəddə olan cavab Y bəndidir. Orizaba, Taxamulko, Etna, Krakatau, İndoneziyada, Etna, Siciliya adasında, İtaliyada, Taxamulko, Şimali Amerikada, Orizabada, Şimali Amerikada aktiv fəaliyyətdə olan vulkanlardır. 60. Rəqəmlərə uyğun gələn vulkanlar. Bir rəqəmi San Pedro ola bilər. Taxamulko, Şimali Amerikadadır, getdi. Cotopaxi ola bilər. Orizaba, Şimali Amerikadadır, getdi.
Cotopaxi ola bilər. Baxaq, 2 rəqəmi Kilimanjaro vulkanıdır. Afrikanın ən hündür zirvəsidir Kilimanjaro. 3 rəqəmi İndoneziyada Krakatau vulkanıdır. 4 rəqəmi də Yaponiyada olan Fudziyama vulkanıdır. Cavab C bəndidir. Müvafiq rəqəmlərə uyğun ardıcıllıq yenə 1 rəqəmi İslandiyada olan Klitschopka Kamçatkadadır, getdi. Hekla ola bilər İslandiyada, Etna İtaliyadadır, getdi. Krakatau İndoneziyadadır, getdi. Hekla ola bilər, C və Y variantları qaldı. 2 İtaliyada olan Vezuvi vulkanı ola bilər, bəli. 3 Kamçatkada Klitschopka və 4 rəqəmi də Şasta. Bəli, fəaliyyətdə olan vulkanlardır. Y bəndi. Qədim platformalar üzərində yerləşən böyük düzənliklər. Qədim platformalar. Biz Kür-Araz Kolxida Padanı çıxırıq. Daha doğrusu Qərbi Sibir, Ön Qafqazı çıxırıq. Cavan platformalardır. Turan çıxdı. Qərbi Sibir çıxdı. Qərbi Sibir qədim platformalar. Burada Tibet yaylası platforma deyil. Burada da Colorado platforma deyil. İran da platforma deyil. Cavab B olardı. Mərkəzi düzənliklər Orta Sibir, Amazon, Böyük Çin düzənliyi platformadır. Platformada yerləşən məntəqələri biz Alp Himalayda və Ant Kordilyerdə Sakit Okean Anadolu qövsündə yerləşən əraziləri çıxarıq variantlarımızdan. Hansılar çıxar? 4, 5, 7 çıxar. 4, 5, 7 çıxar. Elə cavabımız qaldı da 1, 3, 6, 7. 1, mərkəzi düzənliklər, 3, Qviyana yaylası, 6, Sibir platformadır, 8 də Avstraliya bütünlükdə platformadır, A bəndi. Geosignal qurşaqda bu dəfə biz Alp Himalay və Sakit Okean Anadolu qövsündə yerləşən rəqəmləri götürəcəyik. Bu dəfə 4, 5, 7 və 2. Cavab D bəndi olur. Seismik ərazilər. Vulkanın elementləri. Meandr çayın elementidir. Hipocenter zəlzələdir. Moren təpələri də vulkan elementi deyil. Kars da deyil. Cavab 3, 4, 6. B bəndi. 6. Kordilyer və böyük sarıcı dağların müqayisəsi. Seismik cəhətdən fəal olan Kordilyerin qərb hissəsidir. 1 gedir 1-ə. Şimaldan cənuba doğru uzanan Kordilyer və böyük sarıcı hər ikisi şimaldan cənuba doğru uzanır. Böyük sarıcı da Avstraliyadadır. Ən hündür zirvəsi qar xəttindən aşağıda yerləşən böyük sarıcıdır. Çünki qədim dağdır böyük sarıcı. Fanerozoy ionunda formalaşıb hər ikisi. Fanerozoy ionunda formalaşıb. Materikin qərbində yerləşən Kordilyer dağlarıdır. Böyük sarıcı Avstraliyanın şərqindədir. Kordilyer Şimali Amerikanın qərb hissəsindədir. 5 gedir 1-ə. Faylı dağlar, yəni qədim dağdır. Bu gedir böyük sarıcıya. Kordilyerin qərb hissəsi cavandır. Belə ümumilikdə götürəndə mezozoya götürürük. 1-ə 1, 5, 2-yə 3, 6, 3-ə də 2, 4. Cavab Y bəndidir. 67. Apalaç Ural böyük sarıcı dağlarının müqayisəsi. Paleozoy erasında formalaşmışdır. Paleozoyda formalaşan Apalaç Ural böyük sarıcı. Apalaç Şimali Amerikadadır. Ural Avropa ilə Asiyanın sərhədində qədim dağdır. Böyük sarıcı da qədimdir. Yəni hər üçü qədimdir. Ona görə paleozoydur. Bir gedir oxşara. Hamısına aid olan xüsusiyyətdir. Lavrasiya qurusundan ayrılan materikin üzərində yerləşir. Lavrasiya qurusu Avrasiya ilə Şimali Amerikadır. Yəni Apalaçla Ural Lavrasiyadadır. Şimaldadır. Şimal materiklərində. Ona görə 2 gedir 1-ə. Şərq yarımkürəsində yerləşən Uralla böyük sarıcıdır. Apalaç Şimali Amerikadadır. Qərb yarımkürəsinə düşür. 3 gedir 3-ə. Şərq yamacı okeandan gələn hava axınlarının təsiri altındadır. Şərqində okean hansının var? Böyük sarıcının şərqində okean var. Apalaçın şərqində Atlantik okeanı var. Böyük sarıcıda isə Sakit okean. Ona görə 4 gedir 2-yə. Amma Ural dağları Avropanın Asiyanı ayırır. Onun şərqində okean yoxdur. Seismik cəhətdən sabit. Ərazilər hər üçü qədim olduğuna görə seismik cəhətdən sabitdir. 5 gedir ortaya. İnkişaf etmiş ölkələrin ərazisində yerləşən Apalaç inkişaf etmiş ölkələrin ərazisinə düşür. ABŞ, Kanada,
Böyük su arıcı bir də Avstraliya inkişaf etmiş ölkənin ərazisinə düşür. Ural Rusiyadadır. Rusiya inkişafda olan ölkədir. Ona görə 6 da gedir 2-yə. Şimal yarımkürəsində yerləşənlər isə Uralla Appalaçdır. Axırıncı 7 də gedir 1-ə. Böyük su arıcı cənubdadır Avstraliya. Deməli 1-ə 2, 7, 2, 7, 4, 6, 2, 7, 4, 6, 3, 1, 5. Cavab Y bəndidir. 68. Bu sxemdəki vəziyyətin yaranmasına səbəb olan deyir, tavaları müəyyən edin. Burada gömülmə prosesidir. Yəni subduksiya. Nazik olan keçir qalın olanın altına. Nazik olan nədir? Okean. Okeanlarda hansı qat yoxdur? Qranit. Qranit qat yoxdur. Deməli, nazik olan birdir, 2 materik tavasıdır. 1 okean tavasıdır, 2 materik tavasıdır. Cavab olar C bəndi. Sakit okeanla Şimali Amerikanın toqquşması, konvergent. Bəli, ola bilər. Burada Cənubi Amerika Naska deyə bilərsiniz. Amma ki, Naska əgər 1 olsa, Cənubi Amerika 2 olsa ola bilərdi. Naska ilə Cənubi Amerikanın toqquşmasına subduksiya prosesindən Ant dağları yaranır. Ona görə B uyğun gəlmir, yerləri dəyişik yazılıb. Cavab C-dir. İşarələnmiş ərazilərlə bağlı uyğunluğu. 1. Ant dağlardır. Yəni Ant Kordilyer dağ sisteminə malik olan. 2. Sakit okean odlu qövsüdür. 3 də Alp Himalay qurşağıdır. Sakit okeanın qərb zonasını əhatə edən 2-dir. Sakit okean odlu qövsvari adalar formalaşır. 2 materik tavasının toqquşmasında, Avrasiya ilə Hind-Avstraliyanın toqquşmasında Alp Himalay yaranır. Yəni 3. Materik və okean tipli tavaların toqquşmasında yerləşən Ant dağlarıdır. Naska ilə Cənubi Amerikanın toqquşmasında 1 aiddir. Çoxsaylı adalar qövsü, Yapon adaları, Kuril, Rüki adaları, Filippin adaları. Bu Sakit okeanın qərb hissəsidir. 4 gedir 2-yə. Naska Cənubi Amerikanın toqquşması məlum məsələ 5 gedir 1-ə. Digər geosinkron qurşaqları nəzərən fəaliyyətdə olan vulkanlar azdır. Bu da Alp Himalaya gedir. Deməli 1-ə 3, 5, 2-yə 1, 4, 3, 5, 1, 4, 2, 6. Cavab Y bəndidir. Platforma quruluş sxeminə əsasən rəqəmlərə uyğun gəlməyən. A. Platforma örtüydür, çökmə süxurların üstün olduğu yerlərdir. B isə kristallik bünövrədir. Kristallik bünövrənin səthə çıxdığı yerdən filiz mənşəli faydalı qazıntılar çıxarılır. Baxaq, bizdən uyğun gəlməyən yanlışları soruşur. Platformanın əyilmə sahələrinə uyğun gəlir. A. Əyilmə sahəsi doğrudur. Birlər doğrudur. B. Platformanın qalxan olduğundan zəngin daş kömürü ehtiyatları. Qalxan hissələrdən daş kömürü çıxartmırlar. Ona görə daş kömürü çökən hissələrdən çıxardırlar. Cavab 2 səhvdir. Kristallik bünövrədən təşkil olunmuşdur. B. Bu fikir doğrudur. 3 kristallik bünövrədir, bəli. Səthə çıxdığı yerdən də filiz çıxardırlar. Fəal seysmik qurşaqda olduğundan dağa əmələ gəlmə prosesi davam edir. Bu fikir yanlışdır. Platformada fəal seysmik prosesdən söhbət gedə bilməz. Qalın çökmə süxur qatına malikdir. A. Bəli, qalın çökmə süxur qatı var. A da platforma örtüydür. Platformanın əyilmiş sahəsində nazik çökmə süxurların, bəli, burada filiz mənşəli faydalı qazıntılardır. A deyil, yəni B'dir. Bu fikirdə yanlışdır. B. Cavab B'dir. 2, 4, 6. 71. Yerin geoloji inkişaf dövründə okean və quru sahələrinin yerləşdiyi ərazilər və tutduğu sahələr daim dəyişmişdir. Ona görə ki, litosfer tavalar formasında mantiyanın üzərində daim olaraq müxtəlif istiqamətlərdə hərəkət edir. Yaranan relyef formalarına uyğunluğu müəyyən edir. Yəni tavaların okean quru sahənin yerləşdiyi tutduğu sahələr daim dəyişmişdir. Tavaların formasında mantiyanın üzərində daim olaraq müxtəlif istiqamətlərdə hərəkət edir. Tavaların hərəkətindən yaranan əraziləri bizdən soruşur. Tavaların konvergent zonasında yerləşən hissələr adalar qövsüdür. Quruda sıra dağlardır. Bir də dərin sulu okean çökəkləri novlardır. 2, 3, 6. Cavab B'dir. Konvergentdə yerləşən zonaları bizdən soruşur. Seysmik ərazilər. Uyğunluğu müəyyən edin. Geosinkronal və platforma. Şərqi Avropa platforma, Kiçik Asiya geosinkronal, Dekan geosinkronal deyil, platformadır. Ona görə getdi. Jutlandiya yarımadası platforma, Kiçik Asiya geosinkronal, Dekan yaylası platformadır. Taymır yarımadası platformadır. Kaliforniya, bəli, geosinkronal. Cavab elə B'dir. Hamısı doğrudur.
Qalanlarına ehtiyac yoxdur baxmağa. 73. Geosinklinalın inkişaf mərhələlərinə aid uyğunluğu müəyyən edin. Birinci mərhələ çökmə mərhələsidir. İkinci mərhələ antiklinal sinklinalların yarandığı mərhələdir. Üçüncü mərhələ fəal davam ilə gəlmə prosesləridir. Dördüncü mərhələ isə qədim dağların yaranması, eksogen proseslərin sürətli baş verməsi. Daxili proseslərin zəifləməsi gedir 4-ə, yəni qədim dağların formalaşması. Yer qabığının enməsi, dağa minə gəlmə prosesləri, bütün cavan dağlar yaranır. 3-cü mərhələdə. Yer qabığının böyük bir hissəsi enmə, dəniz mərhələsi 1-dir. Yer qabığının enməsi davam edir. Ayrı-ayrı hissələrdə qalxmalar, antiklinal, sinklinallar, antiklinal qalxan hissələr, sinklinal enən hissələr. D də aid oldu 2-yə. C, D, B, A. C, D, B, A cavab Y bəndidir. 74. Radio ilə xəbər verildi ki, ölkənin sahilində qısa zaman sonra təbii fəlakət baş verəcəyi, əhalinin sahillərə yaxın köçürülməsi, limanda dayanan gəmilərin açıq okeana çıxarılması barədə tapşırıq verildisə, bu tsunamidir. Məlum məsələ. Deməli, sahil boyu ərazilərdə insanları köçürürlərsə, deməli tsunami olacaq da. Uyğunluğu müəyyən edin. Konvergent sərhəd, divergent sərhəd. Burada Sakit Okean odlu qövsü, Alp Himalay konvergentdir. 2, 3, 5 konvergentdir. İslandiya adası və burada Pasxa adası var. Bunlarsa divergent sərhəddir. Cavab D bəndidir. 76. Tavaların konvergentinə uyğun gələn adalar. İslandiya divergentdir. İslandiya divergentdir. Burada Komor, burada da Azor adaları. Daha doğrusu Kanar, Azor adaları. Divergentdə yerləşir. Konvergentdə olanlar Kuril, Yeni Zelandiya, Yapon, Aleut. Cavab B bəndidir. 77. 1. Subduksiya, okeanla qurunun toqquşması. 2 isə divergent sərhəddir, ayrılma zonasıdır. Bu konvergentdir, ikincisi divergentdir. Tavaların divergentinə uyğun gələn A 2-yə aiddir. Cənubi Amerika Afrika tavalarının sərhədinə uyğun gələn Cənubi Amerika Afrika bir-birindən uzaqlaşır. B də aiddir 2-yə. Aktiv seismiklik müşahidə edilir hər ikisində. C aiddir 3-ünə də. Aleut, Kuril kimi adalar formalaşır subduksiyada. Materiklə okeanın toqquşmasından. Peru və Marian novları da Y-də formalaşır yenə subduksiyada. 1-ə D-yə, 2-yə A, B, 3-ə də C. Cavab A bəndidir. Tavaların konvergent sərhədində yerləşən fəaliyyətdə olan vulkanlar. Kazbek fəaliyyətdə deyil. Burada Hekla vulkanı divergentdədir, konvergentdə deyil. Kazbek yenə Hekla yenəcəkdir. Cavab Y-dir. Etna, Fujiyama, Vezuvi, Krakatau. Hamısı tavaların konvergentində yerləşən aktiv vulkanlardır. 79. Tavaların konvergentində yerləşən sönmüş vulkanlar. Konvergentdə yerləşən sönmüş Elbrus, bəli, Qafqaz dağlarında, Kazbek hər ikisi sönmüşdür. Konvergentdə də Alp Himalayda. Qızılboğazda bizdə Böyük Şığlı Qızılboğaz, Qarabağ vulkan yaylasında yerləşən sönmüş vulkan zirvələridir. Bəli, cavab A-dır elə. 80. Platforma geosinklinalda yerləşən müvafiq düzənliklər. Platforma Kür-Araz geosinklinalda getdi. Kolxida geosinklinalda getdi. Kür-Araz, Kolxida, Padan bunlar geosinklinalda yerləşən düzənliklərdir. Platformada yerləşən bəli Qərbi Sibir, Qafqaz, Turan, Böyük Çin düzənliyi, Kür-Araz, Kolxida, Padan da geosinklinalda yerləşən. Cavab C bəndidir. Platforma geosinklinalda yerləşən denudasyon düzənlikləri müvafiq olaraq müəyyən edin. Platforma Meksika platforma deyil. Anadolu platforma deyil. Orta Sibir, Əhəqqar, Tibesti, Dekan, Meksika, Anadolu, Qarabağ vulkan yaylası, Böyük Hövzə geosinklinal. Bəli, cavab C-dir. Birinci sıra platformadır, ikinci sıra geosinklinal ərazilərdir. 82. Uyğunluğu müəyyən edin. Qraben tektonik qırılmalar boyunca çökən hissələrdir. 3. Antiklinal əyilmələr boyunca qalxan hissələrdir. 1. Terraslarsa köhnə çay dərələri terraslardır. Pilləvari şəkildə. 2. Deməli 1-ə 3, 2-yə 1, cavab B bəndidir. Sinklinal enən hissələrdir. Horst qalxan hissələrdir. Graben çökən hissələrdir. 3, 1, 2. Cavab Y bəndidir. Sxemdə təsvir olunan tavaların hərəkəti nəyə səbəb olur? 1. Yenə konvergentdir, subduksiyadır. 2. Divergentdir. Tavaların bir-birindən uzaqlaşmasıdır. Azor adalarının yaranması, Azor adaları tavaların divergentində formalaşıb.
Nazca və Cənubi Amerika subduksiyadır, konvergentdir. Şimali Amerika və Avrasiya tavalarının sərhədində formalaşan divergent zonadır. Hekla vulkanının yaranması divergentdir. Perunovunun yaranması subduksiyadır, Cənubi Amerikanın qərbində. 1-ə 2, 5, 2, 1, 3, 4. Cavab A bəndidir. 85-də seysmikliyin zəif və güclü olduğu ərazilərdə yerləşən paytaxt şəhərləri. Seysmikliyin zəif Oslo, Norveç, Polşa, Braziliyanın paytaxtı, Avstraliyanın paytaxtı, London, Böyük Britaniyanın paytaxtı, bəli, hamısı platformadadır. Amma Çilinin paytaxtı Santiago, Peru, Lima, Yaponiya, Tokyo, Meksika, Meksiko, Filippin, Manila, bunlar seysmik ərazilərdə yerləşən şəhərlərdir. Elə cavab A bəndidir. 86. Cədvəldə verilənlərin Etna vulkanının verilən ərazilərlə oxşar əlamətlərini bizdən istəyir. Deməli, Etna ilə Vezuvi yarımadada yerləşir, Etna xeyr, adada yerləşir. Bu, oxşar xüsusiyyət deyil. Birlər oxşar xüsusiyyət deyil, çıxdı. Fəaliyyətdə olan vulkandır, bəli, bu ikisinə də aid olan xüsusiyyətdir. Tavaların konvergentində xeyr, Etna, daha doğrusu hər ikisi, bir dəqiqə, Etna, hər ikisi konvergentdədir də, bəli, bu oxşar xüsusiyyətdir, 2 ilə 3. Deməli, ya D-dir, ya Y-dir. Pinatubo Filippindədir. Adada yerləşir. Etna, bəli, adada yerləşir. Oxşar xüsusiyyətdir. Alp-Himalay qurşağında yerləşən, xeyr, Pinatubo Filippində Sakit Okean adlı qövsündədir. 5 aid deyil. Elə cavab çıxdı D bəndi. Bir də 6. Şərq və şimal yarımkürələrində, bəli, hər ikisi şərq və şimala düşür. Hekla ilə də oxşar xüsusiyyəti 9. Avropa qitəsində yerləşir. Bəli, Hekla İslandiya adasında, Etna İtaliyanın Siciliya adasında. Uyğun bəndləri müəyyən edin. Paleotektonik proseslər, qədim proseslər və müasir proseslər. Kaynaca erasında baş verən proseslərdir. Bu, neotektonik proseslərdir. Hazırda kataklizmlərə səbəb olan, seysmik proseslərə səbəb olan neotektonik proseslərdir. Avrasiyada bu proses nəticəsində formalaşan relyef formalarına rast gəlinir. Bu, hər ikisi. Avrasiyada həm neotektonik var, həm paleotektonik var. Qədimdə baş verən hərəkətlər paleodur. Bu proses nəticəsində yaranan ərazilərin çox hissəsi hazırda platformalara çevrilmişdir. Bu da paleotektonik ərazilərdir. 1-ə D-Y, 2-yə A, B, 3-ə də C. Cavab C bəndidir. Konvergentdə yerləşən vulkanlar 3, İslandiya divergentdir, getdi. 2 konvergentdir, 6-da ümumiyyətlə vulkan yoxdur, 4 konvergentdir, 1-də vulkan yoxdur, 1-də 5. Cavab 2, 4, 5. 89. Geosinklinalda yerləşən məntəqələr. Alp-Himalay Sakit Okean adlı qövsünü seçirik yenə. Burada 5 Sakit Okeanın şərq hissəsində, 4 rəqəmi Türkiyə Alp-Himalay qurşağına düşür. Bir də burada Hindistanın şimalı. Alp-Himalay, Himalay dağlarının ətəkləridir, seysmik ərazidir. 1 Sibirdə olmaz, seysmik deyil. 3 Avstraliya, 6 Braziliya platformadır. Cavab 2, 4, 5. 90. Avstraliyanın qədim platformadan təşkil olunması nəticəsində nə olub? Düzənlik, relyef üstün olub. Zəlzələ zəif müşahidə edilməsi, bəli, Avstraliyada zəlzələ zəifdir. Bitki örtüyünün zəngin olması, xeyr, bu aidiyyatı yoxdur. Filiz mənşəli faydalı qazıntıların bir də zənginliyi, bəli, qədim olduğuna görə filiz mənşəli faydalı qazıntılar zəngindir. Cavan dağlar relyefdə, Avstraliyada ümumiyyətlə cavan dağ yoxdur. Bir dənə dağı var, o da böyük sarıcı. Çay şəbəkəsinin sıxlığının az olması, bu da aidiyyatı yoxdur. Çay şəbəkəsi platforma, yəni ərazinin qədim cavan olmağından asılı deyil. Cavab olur 1, 2, 4. Fəal seysmikliyə malik adaları müəyyən edin. Fəal seysmikli hava adaları, Yava və Yapon adaları fəal seysmik adalardır. Fəal seysmikliyə malik olan adalar yenə Azor adaları divergentdə yerləşir, Yapon adaları konvergentdə yerləşir və bir də burada Siciliya adası. Etna vulkanının olduğu yer. 1, 2, 5. İslandiya və Yapon adalarına aid olan oxşar xüsusiyyətlər. Hər ikisi tavaların sərhədidir. 1, doğrudur. Platformanın kənarında yerləşirlər, xeyr, sərhədindədirlər. Geotermal enerjiden bəli, hər ikisi istifadə edir, seysmik bölgədə. Seysmik cəhətdən sabit deyil, geosinklinaldır. Qranit qata malikdir, xeyr, İslandiyada qranit yoxdur. Şimal yarımkürəsində yerləşir, bəli, hər ikisinə aid olan oxşar xüsusiyyətdir. 94-cü sual uyğunluq pozulmuşdur. Qərbi Sibir düzənliklər verilib.
akkumulyativ denudasyon olduğu yazılıb, cavan qədim olduğu yazılıb, bir də ovalıq yüksəklik olduğu yazılıb. Baxaq. Qərbi Sibir düzənlikdir. Düzənlik olduğuna görə, ovalıq olduğuna görə akkumulyativdir və Qərbi Sibir, Ön Qafqaz, Turan cavan platformaları idi. Ovalıqdır bu, sıra doğrudur. Tibesti platodur, Şahid dağdır, qədim platforma, yüksəklik. Tibesti qədim platformadır, amma platodur. Bu fikir yanlışdır. Amazon akkumulyativ ovalıqdır, bəli. Cavan platformadır, xeyr. Amazon cavan platforma deyil. Ovalıq, Amazon ovalığı. Bu sıra səhvdir. Turan ovalığı cavan platformadır, doğrudur. Ovalıqdır, akkumulyativ düzənlikdir, bəli, bu sıra doğrudur. Kür-Araz ovalığı geosinkronal düzənlikdir, ovalıqdır, alüvyal düzənlikdir, bəli. 5-ci fikirdə doğrudur. Cavab burada 2-5 yanlış sıralardır. Uyğunluq pozulmuşdur yenə. Orta Sibir yayladır, denudasyondur. Qədim platforma hündürlüyü 500 metrdən çoxdur. Bu sıra doğrudur. İran yayladır, denudasyondur, geosinkronaldır, 500-dən çoxdur. Bu sırada doğrudur. İran geosinkronal ərazidir. La Plata alüvyal düzənlikdir. Bəli, buradan Parana çayı keçir. Qədim platforma və hündürlüyü 200 metrdən azdır. La Plata ovalıqdır, düzdür. Kür-Araz akkumulyativdir, cavan platformadır. Kür-Araz cavan platforma. Kür-Araz cavan platforma deyil. Ona görə səhvdir. Geosinkronalda yerləşən düzənlikdir. Braziliya denudasyon yayladır. Geosinkronal deyil, platformadır Braziliya. Ona görə 5 də səhvdir. Cavab 4-5. Düzgün səbəb-nəticə əlaqələrini müəyyən edin. Azərbaycan geosinkronal sahədə yerləşdiyi üçün geotermik pillə böyükdür. Xeyr, geosinkronal sahələrdə geotermik pillə böyük yox, kiçik olur. Ona görə bir səhvdir. Tektonik sınma zonalarında mineral bulaqlar var. Doğrudur, bu fikir düzdür. Avrasiya və Hind-Avstraliya tavalarının toqquşmasından Qafqaz dağları yaranır. Bu fikir səhvdir. Qafqaz dağları Avrasiyanın Ərəbistan tavalarının toqquşmasıdır. Subduksiya prosesi Orta okean dağ silsilələrinin yaranması. Xeyr, Orta okean dağ silsilələri divergent zonada yaranır. Ona görə 4 də səhvdir. Yerin daxilindəki yüksək temperatur təzyiqdən metamorfik süxurlar, bəli, qranit qneysə, əhəng daşı mərmərə, kristalik şisfirlitə, qrafit almaza və s. Hansı ölkələr üçün neotektonik hərəkətlər? Yenə tavaların sərhədi olan əraziləri seçəcəyik. Alp Himalay, Sakit Okean Odlu qövsü, 2, daha doğrusu 6, 4, bir də 1. Peru. Avstraliya platformadır. Burada 2 rəqəmi Afrika platformadır. Burada 5 Finlandiya platformadır. Neotektonik proseslər davam edir, baş verir. Mərkəzi düzənliklərdə neotektonik proseslər davam etmir. Birinci fikir səhvdir. Kamçatkada davam edir, Orta Sibirdə bitib. Doğrudur. Kalahari çökəkliyi davam edir. Xeyr, Afrika, Kalahari çökəkliyində tektonik proseslər baş vermir. Padan ovalığında baş verir. Bunların yeri tərsinə olmalıydı. 3 səhvdir. Meksika yaylasında davam edir. Madagaskarda olub. Bəli, 4 də doğrudur. Böyük Sarıcıda davam etmir. Böyük Sarıcı qədim dağlardır. Tektonik hərəkətlər olmur. Anadolu yaylası Novaya Zemliyə. Bəli, 6-cı sırada doğrudur. Anadolu yaylasında tektonik hərəkətlər baş verir. Novaya Zemliyədə yox. Cavab olur 2, 4, 6. Təsvir edilmiş proses nəticəsində yaranan dağ sistemində yerləşən vulkanları müəyyən edin. Burada Nazca tavası ilə Cənubi Amerika tavasının toqquşma zonasıdır və subduksiya prosesidir. Gömülmə. Subduksiya gömülmə prosesidir. Və yaranan vulkanları bizdən istəyir. San Pedro vulkanı ola bilər Cənubi Amerikada. Lilialəko vulkanı dünyanın ən hündür fəaliyyətdə olan vulkanıdır. Bir də Cotopaxi. Üçü də aktiv vulkandır və üçü də subduksiya zonasında yerləşir. Vezuvi subduksiyada deyil, konvergent zonadır. Elbrus da ümumiyyətlə fəaliyyətdə olan deyil. Krakatau da İndoneziyadadır. Bu da Cənubi Amerikada deyil. Keçdik 100-cü sual. Doğru sıraları müəyyən edin. Litasfer tavası sahillərində yerləşən adalar. Hind-Avstraliya, Sakit Okean, Yeni Qvineya adası, bəli, doğrudur. Avrasiya, Şimali Amerika, İslandiya adası, bəli, divergent sərhəddə yerləşir 2 dənə tavanın sərhədində. Cənubi Amerika, Afrika, Müqəddəs Yelen adası, bəli, divergentdə yerləşir Atlantik Okeanda. Sakit Okean, Hind, Avstraliya, Havay adaları. Xeyr,
Havay adaları Sakit Okean Hind Avstraliya deyil. Afrika, Hind Avstraliya, Şri Lanka səhvdir. Sakit Okean, Avrasiya, Yeni Zelandiya xeyr. Cavab 1, 2, 3. 101. Şimali Amerika tavası ilə Afrika tavasının oxşar xüsusiyyəti. Şimali Amerika, Afrika tavaları həm divergent, həm də konvergent sərhədlərə malikdir. Bəli. Şimali Amerikada həm divergent var, Avrasiya ilə ayrılır, Avrasiya Afrika ilə, həm də toqquşur Sakit Okeanla. Bir də Afrikada bəli, həm toqquşma var, həm də divergent var. Ayrılma var. Bir aiddir. Örtük və dağ buzaqlarına rast gəlinir. Şimali Amerikada var, Afrikada yoxdur. Okean tipli tavaların toqquşma zonasında olan bu hər ikisinə aid deyil. Qərb və şərq hissələri seysmik cəhətdən aktiv bölgələrdir. Bu, bəli, qərb və şərq hissələri seysmik cəhətdən aktiv zonalardır. Şimali Amerika tavası ilə Afrika tavasının oxşar xüsusiyyəti. Qərb və şərq hissələri seysmik cəhətdən aktiv zonalardır. Qərb və şərq hissələri, bəli, seysmik cəhətdən aktivdir. Şimali Amerika Afrikanın. Şerf düzənliklərinə rast Avrasiya litosfer tavası ilə sərhədə malikdir. Avrasiya tavası ilə sərhəd, bəli, həm Şimali Amerikanın var divergent, həm də Afrikanın. Şerf düzənliklərinə rast gəlinmir. Şimali Amerikada rast gəlinir. 102. Uyğun bəndin müəyyən edin. Tavalar doğru yanlış xüsusiyyətlər. Şimali Amerika doğru xüsusiyyət Avrasiyanın ayrılma zonasına İslandiya yerləşir. Bəli, bu fikir doğrudur. Şərq hissəsində rift dərələri geniş sahə uzanır. Bu da doğrudur, amma yanlışa yazıblar. Ona görə götürmürük. Afrika, Ərəbistanla toqquşma zonasında Qafqaz dağları formalaşıb. Cənubi Amerika tavası ilə ayrılma zonasında müqəddəs Yelena adası yerləşir. İkisi də doğru fikirdir, ona görə götürmürük. Cənubi Amerika həm qərb, həm də şərq hissəsinin sərhədi geosinkron ərazidən keçir. Bəli, doğrudur. Azor və Pasxa adaları konvergentdə yox, divergentdədir. Buna da yanlışa yazıblar, ona görə 3-ü götürürük. Hind Avstraliya cənubdan Antarktida tavası ilə sərhədə malikdir. Hind Avstraliya cənubdan Antarktida tavası ilə sərhədə malikdir. Bəli, Madagaskar adası Hind Avstraliya ilə Afrika tavalarının ayrılma zonasında yaranıb. Xeyr. Yanlış fikirdir, ona görə götürürük. 4-ü də. Sakit Okean digər tavalar ilə hər tərəfdən divergent sərhəddə malikdir. Xeyr. Sakit Okean bütün tavalarla divergent deyil, axı Avrasiya ilə toqquşur. Yalnız okean tipli yer qabığına malikdir. Xeyr. Bu fikirdə doğrudan yanlışa yazıblar. Uyğunluğu müəyyən edin. Galapagos adası, Yeni Zelandiya adası, San Pedro vulkanı, Pasxa. Naska və Cənubi Amerikanın sərhədində yerləşən San Pedro vulkanıdır. Naska və Sakit Okean tavalarının ayrılmasında yerləşən Pasxa adasıdır. Naska və Kokos tavalarının ayrılmasında yerləşən Galapagos adasıdır. Sakit Okean və Hind Avstraliya tavalarının toqquşmasında yerləşən Yeni Zelandiya adasıdır. Sakit Okean və Avrasiya tavalarının toqquşmasında yerləşən heç biri deyil. Yəni, heç birinə getmir. Qədim platformalar geosinkronlar üzərində yerləşən düzənliklər. Şərqi Avropa düzənliyi qədim platformadır. Kür-Araz ovalığı geosinkronaldır. Kür-Araz Kolxida Padan. Turan ovalığı Qərbi Sibir cavan platformadır. Ona görə heç birinə getmir. C. Qərbi Avstraliya yaylası. Qərbi Avstraliya yaylası qədim platformadır. Gedir 1-ə. Meksika yaylası geosinkronaldır. Y də gedir 2-yə. 1-ə A, D, 2-yə B, Y. 105. Platformanın əyilmə və qalxma sahələrində yaranma ehtimalı çox olan faydalı qazıntılar. Əyilmə sahəsində yaranır neft qaz və təbaşir xörəcü, çökmə suxurlar yəni. Qalxanda isə filiz mənşəli maqmatik suxurlar, dəmir filizmiz, bir də polimetal filizləri, daha doğrusu qurğuşun sink filiz mənşəli qonur kömür olmaz, bu çökmədir. D. 1-ə gedir A ilə C, 2-yə gedir B ilə D. Y heç birinə getmir. Çünki biri filizdir, biri çökmədir. 106. Konvergent sərhəd, divergent. Faylı dağlar ümumiyyətlə tektonik hərəkətlərin tavalarının sərhədində deyil. Qırışıq dağlar konvergent sərhəd, rift dərələri divergent sərhəd, Qövsvarı adaları konvergent sərhəd, sualtı vulkanlar divergent sərhəd. 107. Tavaların toqquşması.
Tavaların toqquşmasından yaranır. Dərin sulu okean çökəklikləri subduksiya zonasında və qövsvari adalar formalaşır subduksiyada. Zəlzələ, hiposentr, tavaların kənarlaşmasından isə rift dərələri formalaşır. Qədim platforma vilayəti, qədim qırışıqlıq vilayəti, mezozoy. Qədim platforma vilayəti. Çin Koreya qədim platformadır. Apalats qədim qırışıqlıq vilayətidir. Tibet mezozoydur, Kunlun Tibet. Skandinaviya qədim platformadır. Daha doğrusu Skandinaviya qədim qırışıqlıqdır. Qırışıqlıq vilayəti, çünki Skandinaviya dağdır. Sixoti Alində mezozoya gedir. A, B, D, C, Y. Platforma quruluşuna uyğun gələn bəndlər. Platforma örtüyü kristallik bünövrə. Platformanın alt mərtəbəsi kristallik bünövrədir. Güclü zəlzələlərin müşahidə olunduğu heç biri. Çünki platformada zəlzələ olmur. Yanar faydalı qazıntılar üstündədir. Platforma örtüyüdür, üst mərtəbədədir. Akkumulyasiya prosesləri üstünlük təşkil edir. Bu da üst hissədədir, çökən hissədə. Maqmatik və metamorfik süxurlar isə bu kristallik bünövrədədir. Horst, Graben. Qalxan ərazilər horstdur. Tektonik satlar boyu enən hissələr Grabendir. Orta okean silsilələrində rift dərələrinə uyğun gələn Grabendir, çökən hissələrdir rift dərələri. Rift dərələrinin kənarları boyunca simmetrik şəkildə yerləşənlər horstlardır. Ensiz uzun dərin göllərin yaranması Grabendir. Afrikanın məsələn şərqində Tanganika, Nyasa kimi tektonik mənşəli göllər formalaşmışdır. Tektonik sınma zonasında.